Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim bir mövzuya toxunan bir çox abunəçilərim bu haqda yazırlar. Yəni 1 2 3 abunəçim daha doğrusu bu haqda yazmışdı ki, bizim dişi lal ördəyimiz erkək döyür. Bəziləri də yazmışdı ki, bizim erkək lal ördək dişini döyür. Yəni belə deyək də deyir, bəzilərində erkək lal ördək dişlərdən qorxur, bəzilərində isə dişilər erkəkdən qorxur və deyirlər ki, bir-birinə yaxınlaşmırlar, cütləşmirlər, yumurtamırlar. Bu nədəndir? Birinci əziz izləyicilər, onların bir-birinə yaxınlaşıb cütləşməsi, zat yumurtamasa bu ondan bağlı deyil. Yəni onlar belə deyim, fevral ayından sonra martda, apreldə, hətta mayda da belə yumurtaya bilərlər. Yəni əgər onlar yumurtamırsa, o ondan deyil ki, bir-birindən qorxurlar ya filan beşməkan. Bu ondan gəlir ki, yəni hələ vaxtları deyil. Həm ya siz yaxşı baxmayıbsınız, ya məsəl üçün 6 aylıq ya 5 aylıq zatdılar və yaxud 7-8 aylıqdır, yaxşı hələ baxmayıbsınız və yaxşı da baxmısınız. Ona görə onlar hələ yumurtamır. Yəni mən o haqda danışmışam kanalımda. Baxacağam indi. Əgər çoxdan danışmışamsa, yenidən də çəkib paylaşacağam. Və nəyə gəldik əziz izləyicilər? Lal ördəyin erkək dişidən, dişisi erkəkdən qorxur. Bu nədən ola bilər? Bu təbii ki, başqa yerlərdən gətiribsizsə, ondan da ola bilər və yaxud bir yerdə alıb böyüdürsünüzsə, bu indi olur da bir-birini vururlar. Amma bunun heç qəti qorxusu yoxdur. Mən həmişə demişəm, bu lal ördəkləri siz sərbəst buraxın, başlı başına buraxın. Yəni bunlar sərbəstliyi, başlı başınalığı sevən ördəklərdir. Siz bunların yemini verin, suyunu verin, bir də yumurtlamaq üçün yerlər hazırlayın. Bunlar özləri belə deyim də, özləri vaxtı gələndə cütləşəcək, yumurtlayacaqdır. İndi bir şey qeyd edim ki, bayaq dediyiniz kimi erkək dişidən, dişi erkəkdən qorxursa, nə etmək lazımdır? Heç nə etmirsiniz, əziz izləyicilər. Onların vaxtı gələndə, yumurtlamaq vaxtı gələndə o lal ördəklər özü başlayacaqdır. Qorxsalar da eləsələr bir-birinə mehribanlaşıb cütləşəcəkdir və yumurtalarınız da belə deyim, xoruzlu çıxacaqdır. Əziz izləyicilər, ola bilər ki, misal üçün 10 dənə fərə saxlayırsa 2 dənə erkək, bunlar cütləşmə zamanı erkəklər bir-birini döyə bilərlər. Yəni biri döyüb o birisini qoymaya bilər. Və bunda da belə deyək də, bu erkək o birisini döyürsə, fərələr də sizdə 10 dənədirsə, onda bir erkək hamısına çatdırmayacaqdır. Yumurtalarınız lağ çıxa bilər. Ona görə onları ayrı saxlamalısınız. Yəni bir yerdə setkanı bölürsünüz, belə deyim də, 5-ni bir erkəklə sarsınız, 5-ni bir erkəklə. Onda yumurtalar yaxşı çıxır. Yoxsa 2 erkək olanda bir-birinlə dalaşırlar və belə deyək, mane olurlar cütləşməyinə. Yəni biri birini döydüsə, o ona aman vermir ki, o cütləşsin, yumurtaları mayalı çıxsın. Və yenə deyirəm, əziz izləyicilər, əgər yenə deyirəm, dişi erkək döyürsə, erkək dişini döyürsə, bunun heç bir qorxusu yoxdur. Bunların zamanı gələndə, yumurtlamaq zamanı gələndə 3 gün, 5 gün, 1 həftə qalmış, erkək belə dişi döysə, erkək elə bir sanki yumurta vaxtında özünə gəlir, yəni başlayır dişi ilə cütləşməyə, yəni dişinin yumurta vaxtında erkək sanki hiss edir və erkəkliyini göstərir. Yəni dişi ilə başlayır, belə deyim də, cütləşməyə. Yəni onun qorxusu yoxdur. Elə şeylər məndə də olubdu. Yəni misal üçün ana hətta dişi olubdu, gedib erkək gətirmişəm bala, onu döyüb və zamanı gələndə belə deyək də, cütləşmə zamanı dişi yumurtlamağa başlayanda erkək də yekə olubdu. Erkək onu döyərək başlayıb cütləşməyə və yumurtaları artıq belə deyim də mayalı çıxıbdır. Yəni ona görə onun qəti qorxusu yoxdur. Başlı başına buraxın əziz izləyicilər, heç bir problemi də olmayacaqdır da. Yəni ki,
bir-birini döyürlərsə, başlı başına buraxın və zamanı gələndə özləri cütləşəcəkdir. Bax belə əzizlərcə, bugün də istədim bu haqda danışıb məlumat verəm. Əzizləyicilər, kanalımıza, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun. Çünki biri-birindən çox faydalı videolar gəlir. Burada da Kənd Heyvanları kanalında da, həmçinin belə deyim, Lal Ördəklər TV-də də. İndi ördəklərimiz də başlayıb yumurtlamağa. İnşallah yatıb çıxardan, biri artıq yatır. Yatıb çıxardanda sizə göstərəcəyim. Belə, bu qədər. Hər kəsə təşəkkürlər. Sağ olun əziz izləyicilər, salamat qalın.